Salam, hörmətli izləyicilər. Sizlə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Keçən videoda mən tələbə üçün U dönüşlərinin çox vacib olduğunu qeyd etmişdim. Bu dəfə isə dairələrin keçilməsinin tələbəyə vacibliyini qeyd etmək istəyirəm. Mütləq müəlliminizdən xahiş edin ki, sizlə ciddi olaraq dairələrin keçilməsini öyrətsin. Ümumiyyətlə, qaydalar necədir? Qaydalar deyir ki, dairəyə istənilən zolaqdan daxil olmaq olar. Amma ki, deməli, çıxanda mütləq sağ zolaqla çıxmaq lazımdır. Mən bir şey də əlavə eləmək istəyirəm ki, qaydalara zidd getməyən bir müddəanı əlavə etmək istəyirəm ki, əgər siz dairədən sağa gedəcəksinizsə, 3 zolaqlı yol dairəyə daxil olursa, sağ zolağı tutun. Əgər dairədən düz gedəcəksinizsə, orta zolağı tutun. Əgər dairədən bizim kimi, indiki kimi sola gedəcəksinizsə, dairəyə girəndə sol zolağı tutun. Amma çıxanda mütləq ən sağ zolağı tutun. Çünki başqa zolağı tutsaz, yol polisi sizə haqlı olaraq 40 manat cərimə yaza bilər. Biz dərslərimizdə, deməli, dərslərimizin çoxunda dairələrdən keçirik. Amma xüsusilə bir dərsimizi dairələrə həsr edirik. Tələbənin nəinki dairəyə daxil olmasını, dairədə hərəkət etməsini, barjura dəyməməsini öyrədirik. Siz də bu işə fikir verin. Diqqətinizə görə çox sağ olun. Özünüzü qoruyun. Yaxşı öyrənin ki, gələcəkdə qəzalara düşməyəsiniz.